Kola, Kimyaçı, Xəzər, Gənclər Birliyi. Çox komandalar oldu bu stadionda. Çox komandalar oynayıb bu stadionda. Sumqayıtı təmsil edir bütün komandalar. Hal-hazırda sonda Sumqayıt komandası qalıb bunlardan. Maliyyə böhranından və digər söhbətlərə görə komandalar çox təəssüf ki, az oyunlu olur. 15-350 nəfər olan stadion hal-hazırda standart Sumqayıt komandasının əlindədir. Hal-hazırda gördüyünüz kimi standartlara cavab verməyən stadiondur. Təmirə ehtiyacı olan bu stadion Sumqayıt ailəsinin bir olaraq yeganə stadiondur ki, bu zamanı gəlib izləməyə gələn komandalar gəlib stadiona gəlirlər. Yəni deyirəm, təmirə ehtiyacı olan stadiondur. Vaxtilə SSR-də və Azərbaycanda 4 stadiondan biridir ki, təbii ot örtüyünə malik olan bu stadion. İndi hazırda çox stadiondan geri qalır, amma bu geri qalmanı yığışdırmaq mənə gəlir ki, çətin deyil. Bunun üçün imkanlı şəxslərdən çox da pul tələb olunmur. Və gördüyünüz kimi stadionu təmir edib hal-hazırda Sumqayıtın çox güclü futbol məktəbi olub və futbol məktəbini daha da inkişaf etdirmək olar. Futbol məktəbinə çoxlu tələbələr verilmək lazımdırsa, onda ilk olaraq buradan başlamaq lazımdır. Gözəl təmirli stadion və gələcək məhz belə şeylərdən başlayır futbola. Gördüyünüz kimi təbii otla olan bu ot Lənkərandan gətirilmiş və 1971-ci ildə ilk olaraq gətirilmiş bu ot hal-hazırda indiyə qədər də qalıb. Stadiona baxmağa baxılır, lakin yəni skameykalar dəyişilməli, bundan başqa razıvalka, paltar dəyişmə otağında çox şeylərə dəyişilməlidir. Tək futbolçular üçün deyil, həm güləşçilər, həm güləşçilər buradan istifadə edirlər. Amma ilk olaraq bu zamanlarda da motosiklet yarışları da olmuşdu. Lakin futbol, əsas futbol lazımdır bizim üçün. Futbol lazımdırsa deməli